Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Gəlin 103 nömrəli proqramı Python dilində yazaq. Klaviaturadan A böyükdür C və B böyükdür C şərtini ödəyən e, ABC həqiqi ədədləri daxil edilmişdir. Mən də həqiqi ədədlərimi daxil edirəm. A bərabərdir yazacağım. Float input. Sonra N ilə B və C ədədlərini də, həqiqi ədədlərini də məşluqlar daxil edirəm. Bu olsun B ədədi, bu olsun C ədədi. Daxil etdikdən sonra, deməli, nə deyir bizə? Tərəflərin uzunluğu A və B santimetr olan düzbucaqlının daxilində, bax, bir düzbucaqlı verib, bir düzbucaqlı verib və bu düzbucaqlının bir daxilində tərəfinin uzunluğu S santimetr olan kvadratdan maksimum neçə dənə yerləşdirə biləcəyimizi soruşur. Məsələn, bunun uzunluğu nə qədərdirsə, tutaq ki, bunun içərisində soruşur bizdən neçə dənə kvadrat yerləşdirmək olar. Belə-belə soruşur. Soruşur bunu. Tutaq ki, bir belə yerləşdirmişik. Tutaq ki, deyirəm, bunlar eyni kvadratlardır. Və bu kvadratlar yerləşdirəndən sonra düzbucaqlıda boş qalan, bax bu sahəni soruşur bizdən. Boş qalan sahənin ölçüsünü santimetr kvadratı ilə çap edən bizdən proqram Python dilində yazmağımızı istəyir. Gəlin davam edək. Əvvəlcə adi formada e, nəyi götürürük biz burada? AC-dən böyükdür. Bir də BC-dən böyükdür, deyir. Mən əvvəlcə götürə bilərəm S bərabərdir. A vurulsun B-nin kvadratını, belə deyim, hasilini. Bu olacaq bizim düzbucaqlının sahəsi. Kvadratın sahəsi də, bu lap olsun S1. Bu bizim düzbucaqlının sahəsidir. Kvadratımızın sahəsini də götürək S2. S2 bərabərdir. S vurulsun S. Bu da kvadratın sahəsi. Mən nəyi tapacağım? Mən burada yerləşdirək neçə dəfə dənə deyir. N sayını tapıram ki, bu düzbucaqlının, yəni S1-in içərisinə, birin içərisinə neçə dənə S2 yerləşir? Bax, bunu öyrənəcəm. Tam bölmə ilə S2 yazacağım. Bir düzbucaqlının içərisinə neçə dənə tərəfi S olan kvadrat yerləşmiş olar. Eni tapdıq tam olaraq. Və daha sonra da məndən boş qalan yer istəyir. Boş qalan yeri tapmaq üçün mən bir də təzdən boş qalan yeri tapmaq üçün n bərabərdir. Bütöv düzbucaqlının sahəsindən çıxmış olaram. Neçə dənə kvadrat yerləşirsə onu. Yəni n vurulsun S2-ni çıxmış olaram. Bax, bütöv düzbucaqlıdan çıxsam əgər 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə kvadratın sahəsini, boş qalan yerin sahəsini tapmış olarıq. Buradan yazacağım. Deməli, printin içərisində print mötərizəni açaq. Burada mən n virgül m-i çap etmiş olarım. Məsələn, uşaqlar, gəlin bir dənə yoxlayaq bunu. Tutaq ki, düzbucaqlının tərəfləri olsun 6 ilə 5. AB. Kvadrat da olsun 2. Düzbucaqlının sahəsi olacaq 30. Kvadratın da sahəsi olacaq 4. 30-un içərisində, sahəsi 30 olan düzbucaqlının içərisində, aşıqlar, 7 dənə tam halda kvadrat yerləşdirmək olur. Düzdürmü? Bax, burada onu tapdım mən. 7 dənə tam tapdım və boş qalan sahə, yəni o 2 santimetri tapmaq üçün mən bütöv düzbucaqlının sahəsindən çıxaram. 7 vur 4'ü, yəni 28'i boş qalan sahə olacaq 2 santimetr kvadratı və məndən cavabı ölçüsünü santimetr kvadratı ilə çap etməyimi istəyir. Bu sayı olacaq m, bir də virgül yazacağım dırnağın içərisində santimetr kvadratı.
Kvadratına necə yazaq? Qüvvətdə 2 yazmalıyam da mən elə. Santimetr vur kvadrat. Gəlin belə yazaq elə. Nə olacaq? Bax, qiymət qoyacağım. 6, 5, 2. Ran əmri. 6, 5, bir də 2 yazsaq əgər, bəli. 7 dəfə, e, belə deyim, 7 dəfə təkrarlanmış olar, içərisində yerləşmiş olar. Artıq qalan hissədə 2 santimetr kvadratı olar. Ümid edirəm ki, aydındır bu sual. Növbəti suala baxaq. Deyir ki, klaviaturadan daxil ediləcək n natural ədədindən kiçik bütün natural ədədlərin cəmini hesablayıb çapa verən proqramı deyir Python dilində yazın. Bax, daxil ediləcək n natural ədəddir deyə mən əvvəlcə n natural ədədi daxil edirəm. Int input yazacağım bu səfər. Input, dərəcəni açıb bağlayaq. N natural ədədindən kiçik bütün natural ədədlərin cəmini hesablayan proqram istəyir bizdən. Bütün natural ədədlərin cəmini tapan proqram. Bu, yəqin ki, hazır bir düsturdur. Hazır bir düsturdur. Tutaq ki, n-i burada əgər götürmüş olsaq, n natural ədədindən kiçik. Gəlin, yazaq burada n natural ədədindən kiçik. N-i götürsə əgər 4. Natural ədədindən kiçik deyirsə, n-dən kiçik 0, 1, 2, 3. Natural ədədlərin cəmini istəyir bizdən. 1 plus 2 plus 3 bərabərdir, olacaq 6. Bütün natural ədədlərin cəmini çap edən proqram istəyir bizdən. Bütün natural ədədlərin cəmini. Sayımız nədir? Sayımız n natural ədədin cəmi. Bunu nə şəkildə yazmaq olar? Bunu əslində iflərlə daha yaxşı yazmaq olar, amma burada hələ ki ifləri üzərində işləmirik. Bunun yəqin ki bir hazır düsturu var. N natural ədədindən kiçik. Yəni n minus 1 sayda ədədi. Yazsaq əgər 4 vurulsun 3 bölü 2 6 almış. Yəni bunu kiçik bütün natural ədədlərin cəmini. Bütün natural ədədlərin cəmini. Burada yəqin ki ədədi silsili ilə davam eləyir. N minus 1 sayda ədədi 1-dən n minus 1-ə qədər ədədlərin cəmini tapır. Və də burada silsilə fərqimiz olacaq burada 1. Silsilə həddimiz 1 olar. Addımımız 1 olar. Yəqin ki, belə yazmaq olar. İndi ədədi silsilənin tam olaraq düsturunu xatırlamıram. Amma gəlin belə bir şey yazaq. Yazacağım bura r bərabərdir. R bərabərdir. N-in özünü, yəni 4-ü vuracağım. N minus 1-ə, yəni 3-ə. Bırak burada n minus 1, yəni 3-ə. Bir də bölərik 2-yə. Və burada bizə qiymət verəcək 6. Printin içərisində yazaq burada r çap olunsun. Nə qiymət verdik? Biz n-ə 4 qiymət versək, bizə 6-nı çap etmiş olacaq. N-ə 4 qiyməti versək, bizə 6-nı çap etmiş olar. Bəli. Daha sonra deyir ki, Unicode ilə kodlaşdırılmış mətnin səhifə sayı, daha sonra bir səhifədə olan sətirlərin ortalama sayı, bir sətirdə olan simvolların ortalama sayı klaviaturadan daxil edilir. Daxil edilən nədir? Səhifə sayı. Yazacağım bura. Səhifə bərabərdir. Səhifə bərabərdir. Int input yazacağım. Int input. Səhifəni daxil edirik. Növbəti daxil edərik. Nəyi? Sətirləri. Nə yazacağım bura? Sətir bərabərdir. Deməli, daxil edirik sətiri. Sonra bir də simvolların sayı daxil olunur. Simvol bərabərdir. Ctrl B.
Sonra deyir ki, bu məlumatın informasiya həcmini megabaytla hesablayan proqram Python dilində yazılıb və Unicode-da verilib. Məsələmizin düsturunu biz bilirdik də uşaqlar. Mətnlərin, belə deyim, mətn informasiyasının kodlaşdırılması ilə bağlı bir proqramdır. S bərabərdir. Mən burada səhifə sayını vuracağım sətir sayına, vurarıq simvol sayına. Bir də vuraram 2 bayta. Eləmi? Çünki Unicode-da verilib. Bu olacaq bizim mətnimizin həcmi və də baytla ifadə olunmuş. Və mətnin həcmini, yəni megabayta çevirmək üçün, baytdan megabayta çevirmə aparmaq üçün mən bu bütöv formatı həcmi baytdan megabayta çevirəndə bölərik 2 üstü 20-yə. 2 üstü 20-yə bölmüş olaram uşaqlar. Gəlin burada print yazaq, print mötərizəni açaq, bağlayaq, böyük esi çap edək. Məsələn, əgər səhifə sayı verilsə əgər 32, sətir sayı verilsə 64, sonra simvolların sayı verilsə 128, 2 Unicode-la hesablayırıq 2 bayt, 2 üstü 5, 2 üstü 6, 2 üstü 11, 11 ilə 7-nin 18, bu da 19, 2 üstü 19 olacaq. Hə, gəlin bir dənə biraz artıraq. Yazaq bura 32 olmasın. Məsələn, bu da olsun, lap 64 olsun. 64, 64, 6, 6, 2 üstü 12, 2 üstü 13, 2 üstü 7, 20 olacaq. 2 üstü 20 bayt. Megabayta çevirmək üçün 2 üstü 20-yə bölərəm. Nəticədə alınır 1 megabayt alınmış olar uşaqlar. 1 megabayt alınır. İndi gəlin 64, 64, 128-i yerinə qoyaq. Baxaq. 64, 64, 128. Enter vursaq, bəli, 1 megabayt alınmış olur.